Arzu o zaman həyata keçir ki, sən deyirsən mən bunu seçirəm və bunun bütün nəticələrinə görə məsuliyyət daşıyırsan. 1. Məsuliyyəti götürürsüz öz üzərinizə. 2. Məsuliyyəti götürdüyünüzdən sonra keçirsiniz daxili qərarın möhürlənməsinə. Daxili qərarın möhürlənməsi nə deməkdir? Həyatını kökündən dəyişmək istəyirsənsə, məsuliyyət andı içməlisən. Yarımçıq qərarlarla, yarımçıq addımlarla yeni reallıq qurulmur. Əgər doğrudan da ideal həyat istəyirsənsə, sevgi dolu bir həyat istəyirsənsə, gözəl münasibət istəyirsənsə, pul istəyirsənsə və s. sən məsuliyyət andı içməlisən. Elə bir qərar verməlisən ki, oradan geri dönüş olmasın. Geri dönüş körpülərini yandırmalısan. Bugün, məhz bugün. İndi mən bu məsuliyyət andını deyəcəm. Bunu o andı sadəcə elə belə demə. Get enerji dolu bir məkana. Sən gedə bilərsən uca bir dağa, dağ zirvəsinə. Yəni bir güclü bir məkana, məscidə gedə bilərsən, kilsəyə gedə bilərsən. Fərq etməz. Sənin üçün güclü, enerji olan bir yer haradısa ora gedə bilərsən. Və bu andı Allaha, kainata uca səslə bəyan etməlisən. Uca səslə bəyan et. Tutalım nümunə. Getdiniz məscidə, kilsəyə və yaxud da uca bir zirvəyə, istədiyiniz bir məkana. Deyirsiniz, mən tam məsuliyyəti öz üzərimə götürürəm. Mən həyat yoldaşı olacağam və ideal partnyorumla güclü bir bağ yaradacağam. Mən buna razıyam və hazıram. Və bu seçimimdən sonra həyatımın və dünyamın necə dəyişəcəyinə görə məsuliyyət daşıyıram, məsuliyyəti öz üzərimə götürürəm, məsuliyyəti qəbul edirəm. Mən yeni həyatımı dərk edirəm. Arzumu həyata keçəndən sonra dünyanın necə dəyişəcəyini qəbul edirəm. Mən dəqiq bilirəm nə istəyirəm. Mən bunu almağa niyyətliyəm. Geri dönüş yoxdur, körpülər yandırıldı. İndi yalnız irəli və yalnız sona qədər. Hər şey bitdi. Mən sona qədər gedirəm. Mən istədiyimi alacağam. Artıq başqa yolum yoxdur. Mən bu oyuna girdim. Əgər inancınız varsa məscidə gedə bilərsiniz. Bu anda ucadan oxuya bilərsiniz orada. Məsciddə, kilsədə təmizlənmiş enerji var. Orada niyyət təmiz və güclü şəkildə sabitlənir. Siz açıq şəkildə göstərirsiniz ki, arzumun icrasına görə məsuliyyəti öz üzərimə götürdüm. O zaman niyyət tez reallaşır. Əgər dini inancınız yoxdursa, alternativ variant. Uca dağa gedə bilərsiniz, şam yandıra bilərsiniz və həmin o yerdə bu andı təntənəli şəkildə uca səslə bəyan edirsiniz, deyirsiniz. Əsas olan forma yox, daxili qərardır. Bu sadəcə qərar deyil, bu sadəcə söz deyil, bu daxili qərarın möhürlənməsidir.